Bugün daha çox yayğın olmuş polikistos yumurtalıq sindromundan danışmaq istəyirdim. Daha çox sual verilən suallardan doktor, polikistos yumurtalıq sindromu müalicə olunurmu? Mən daha çox bildiyimiz kimi polikistos yumurtalıq sindromu reproduktiv dövrün xəstəliyi sayılır, doğurganlıq dövrün. Polikistos yumurtalıq sindromu, yəni ilk menarxa dövründən anadan doğulmuş polikistos yumurtalıq sindromu ilə doğulurlar, sonradan qazanılmır. Müalicə olunurmu sualı ortaya çıxanda bildiyimiz kimi polikistos yumurtalıq sindromu olan qızlarda artıq çəkinin olması, sızanaqların, tüklərin olmasıdır. Ona görə də polikistos yumurtalıq sindromu qızların vaxtında müayinəyə gəlinməli. Nədən? Çünki biz artıq çəkinin qarşısını, həyat tərzlərini dəyişmək, artıq çəkinin qarşısını almaq, qidalanmasına riayət etdikdə hormonal balansın tənzimlənməsi olur və adətləri müəyyən bir düzənə sala bilərik və biz bu adətləri düzənə saldıqda, hormonları müəyyən bir düzənə saldıqda gələcəkdə qızlarımızın ana olmaq şansını da artırmış olarıq. HCC Clinical Hospital. Sağlamlığınızı bizə etibar edin.